Salam, kanalıma xoş gəlmisiniz. Yolu Türkiyədən keçən hər kəs bilir ki, türklərin səhər yeməyinin, yəni kahvaltı süfrələrinə vazkeçilməzi olduqca ləzzətli kahvaltı sosları var. Bugün onu hazırlayacağıq. Lazım olan ərzaqlar: qırmızı, göy bibər, pomidor hərəsindən yarım kiloqram, 2 ədəd acı bibər, nazik acı bibər, pomidor və bibər pastası, 1 baş sarımsaq, 200 qram qoz, zeytun yağı və yaxud digər bitki yağı və sirkə, duz, istiot və zövqünüzə uyğun digər ədvalar. Bütün ərzaqları videoda gördüyünüz kimi listə düzürük. Sobada 200 dərəcə Selsi temperaturda 15 dəqiqə bişiririk. Sonradan qabıqlarını soyuruq və blenderdə xırdalayırıq. Tavaya yağı əlavə edib, blenderdən keçirdiyimiz ərzaqları 15 dəqiqə vamxodda suyu çəkilənə qədər bişiririk. Üzərinə duz, istiot, sirkə, mən türklərin isot deyilən ədviyyatı var, onu da əlavə eləyirəm və ürəyiniz istəyən digər ədviyyatlardan da əlavə edə bilərsiniz. Hazır olan kahvaltı sosumuzu bankalara yığırıq. Bankalar soyuducuda saxlanılır. Bu sosu siz həm səhər yeməklərində, həm də digər yeməklərin yanında əzmə kimi istifadə edə bilərsiniz. Mütləq hazırlayın. Dadı inanılmaz ləzzətlidir. Əmin olun ki, ev əhli bu dadı sizdən dəfələrlə hazırlamağınızı istəyəcək. Nuş olsun, ağız dadınız heç zaman pozulmasın.